Mən Əliyev Tamerlan Qadiroğlu 1959-cu ildə İrəvan şəhərində anadan olmuşam. Atam Əliyev Qadir, anam Süleymanova Səfiyə Həsən qızı olubdur. Ana tərəfim köklə İrəvanlıdırlar. Onların hətta kökü 1700 axırıncı illərə 1800-cü illərə gedib çıxır. Mənim babam isə olub Süleymanov Həsən Məmməd oğlu. O tanınmış kimya müəllimi olubdur. Hansı ki ilk Yerevanda Ermənicə Dövlət Universitetinin kimya fakültəsini 1932-37-ci ildə bitirib. Bitirəndən sonra öz ali təhsilindən sonra o öz biliyini Kənd Təsərrüfatı Texnikumunda, Əzbəyevdə və Sergey Mironoviç Kirov adına orta məktəbdə dərs deyibdir uzun müddət. İrəvan bizim Azərbaycanın qərb bölgəsinin bir növ torpağıdır, belə götürək. İrəvan xanlığı təbii ki ilk anlarda İrəvan xanlığı yaranıb. Xanlıqdan da qabaq orada İrəvan qalası tikilib. Çünki o keçmişdə müharibələr olardı Osmanlı İmperiyası ilə Səfəvilər dövləti arasında. O tez-tez müharibələr olduğuna görə, tez-tez işğal olunduğuna görə deməli Şah İsmayıl Xətainin vəziri Rəvanqulu xana göstərişi əsasında İrəvanda tapşırır ki, orada xüsusi bir qala tikilməlidir ki, bu işğalçılıqların, müharibələrin qarşısı alınsın. Ona görə də o deməli 6 il, 7 il ərzində 1502-ci ildən deməli həmin qalanı tikir və o qalanın adı Rəvan qalası kimi qoyulur. Həmin Rəvan qalası da sonradan illər keçdikcə İrəvan adını almışdır. Mən 1966-cı ildə deməli Mirzə Fətəli Axundov adına 9 nömrəli orta məktəbinə getmişəm. Məktəbi bitirdikdən sonra 1976-cı ildə bitirdikdən sonra dəqiq elmlər üzrə Azərbaycanca universitetlər, institutlar olmadığına görə mən Bakı şəhərinə gəlib və burada Məşədi Əzbəyev adına Neft-Kimya İnstitutuna daxil olmuşam. Oranı bitirdikdən sonra təyinatla 3 il işləmişəm. Lakin 3 ildən sonra öz vətənimə, öz torpağıma qayıtmaq istəsəm də 1987-ci ildə məni öz ana evimə qeydiyyata ermənilər salmamışdı. Bu təbii olan bir şeydir, çünki İrəvan məktəblərini bitirənlər gəlib harda oxumağından asılı olmayaraq Azərbaycanlılar öz yurtlarına qayıdarkən İrəvanda onlara işlə təmin etmirdilər. İrəvan biz hamımız bilirik ki 1827-ci ildə İrəvanın 80% Azərbaycanlılardan ibarət olub, 20% ermənilərdən ibarət olubdur. Lakin bu 1827-ci ildən sonra bu imperiyanın xüsusi planları əsasında Azərbaycanlıları oradan təmizləməyə başlamışdılar. Bunun da əsasını orada təbii ki süni sürətdə bir erməni dövləti yaratmışdılar. 1918-20-ci illərdə Daşnak hökuməti və bu Daşnak hökumətinin yaranması ilə Azərbaycanda orada olan bir çox Azərbaycanlılar, ziyalılar, əksəriyyəti, yəni orada ilk deportasiyaya məruz qalmışdılar. 1918-ci ilə qədər baxmayaraq İrəvan xanlığı, daha doğrusu İrəvan quberniyası, İrəvan xanlığı desək, o olub Azərbaycanın ən böyük iri şəhərlərindən biri olubdur. Çünki İrəvan ticarət mərkəzi olubdur. Onun
mədəniyyəti, onun özünün adət-ənənələri, necə deyirlər, bunları olduğundan bu ermənilərin xüsusi bir siyasəti idi ki, o milləti oradan məhv etməkdən ötürü onun ziyalılardan təmizləmək lazımdır və mədəniyyətini yaddan çıxartmaq lazımdır. Yəni imkan vermək lazım deyildir ki, onların mədəniyyətini inkişaf etsin. Lakin buna baxmayaraq, Qərbi Azərbaycan ziyalıları 1800-cü ilin ortalarından başlayaraq orada bir çox məktəblər, gimnaziyalar açılmışdı. Orada ziyalılar yetişirdi. Təbii ki, o ziyalılar da gənc nəsillərə, hamıya deməli müəllimlik edirdilər, onlara mədəniyyət tezatı, yəni öz torpağına olan sevgini, yurduna olan sevgini, onları, yəni o insanları ona yəni hazırlayırdılar. Lakin görünür ki, bizim bədnam qonşularımız vardı. O bədnam qonşuların amma xüsusi planları o idi ki, görürdülər ki, Qərbi Azərbaycan vətəndaşları ziyalılıq artır, oxumağa meyilli artdığına, onlar həmin o deportasiyaları süni sürətdə deportasiya. Təsəvvür edin ki, dövlət səviyyəsində deportasiya nə deməkdir? İnsanı öz Azərbaycan, öz vətənindən, öz torpağından, öz yurdundan çıxartmaq olarmı? Deməli, bu xüsusi plan əsasında idi ki, Azərbaycanlılar inkişaf etməsinlər. Ona görə də 1918-20-ci illərdə yarananda üç dövlət, daha doğrusu yəni Müsavat Partiyasının yaratdığı Azərbaycan dövləti və süni sürətdə yaranan Daşnak hökuməti 1818-20 və Gürcüstan hökuməti. 1920-ci ildə Daşnak hökuməti, yəni necə də yıxıldıqdan sonra ona baxmayaraq Sovet hakimiyyəti Ermənistanda qurulsa belə, mən bir ziyalı kimi bunu belə təsvir edə bilərdim. Medalın iki yüzü vardı. Bir üzü həmin o dediyimiz Daşnak hökumətinin yaratdığı o dövrün dövləti idi. Sovet hakimiyyətinin dövründə yaradılan ikinci Ermənistan dövləti isə medalın o bir üzüydü. Lakin siyasət öz yerində də qalırdı. Buna baxmayaraq bizim Azərbaycan, Qərbi Azərbaycan azərbaycanlıları Sovet hakimiyyəti qurulandan sonra bir ümidlə yenidən qayıdıb öz yurtlarında məskunlaşırdılar və orada məktəblər açıblar. İlk məktəblər hansılar idi? Baxmayaraq ondan qabaq Haşimbəy məktəbi vardı, gimnaziya vardı, müəllimlər seminariyası vardı. Yəni bu ziyalılar hamısı yetişirdilər. Deməli, bunun qarşısını başqa cürə nə cür almaqla olardı? Ona görə Daşnak hökuməti bu məktəblərin hamısını bağladı. 22-ci ildən sonra Azərbaycanlılar qayıdandan sonra o ziyalıların köməyi nəticəsində yenidən məktəblər açıldı. Türk məktəbi adı altında, Rus-Tatar məktəbi açıldı, Məşəd Əzbəyev adına 8 illik məktəbi açıldı. Bu məktəblərin özü çox böyük rol oynadı. Yenidən Qərbi Azərbaycanda yaşayan Azərbaycanlıların maariflənməsinə, onların savadsızlığın qarşısının alınmasında böyük rolları oynayır. O dövründə mən müəllimlərdən deyə bilərəm ki, o dövrlərdə Məmmədov Əkbər müəllim olub, kimya müəllimi olub, Əskərov Cəlal müəllim olub, riyaziyyat müəllimi olub. O dövrdə olubdu Məmmədov Hüseyin müəllim, yenə kimya müəllimi olubdu. O dövrdə olubdu, belə götürsə, Süleymanov Həsən müəllim olubdu. Yəni müəllimlərin sayı həddindən çox olubdu. Hətta elə bir vəziyyət yarandı ki, o məktəbin şagirdi gəlirdi, oxuyurdu, təzədən həmin məktəbə qayıdıb gəlirdi, orada müəllimlik edirdilər. Yəni bunu hər adam da təbii ki, qayıtmaq istəmirdi. Çünki bilirdi ki, qaydanda ona işlə təmin etməyəcək. Bu səbəbdən də onlar görürsünüz 1948-53-cü illərdə bunlar ikinci deportasiyanı təşkil edirlər. Onda da nə edilər? Yenə vardı, Azərbaycan sektorları vardı, İrəvan dövlət institutlarının Azərbaycan sektoru vardı. Yəni dil ədəbiyyat
tarix üzrə, vardı riyaziyyat fizika üzrə və vardı bir də vardı tarix, bir də coğrafiya var. Bu üç fakültələrin hamısı bağlandı. Yəni 1947-ci ildə neynədilər? Onların şagirdlərin hamısını köçürdülər Bakı şəhərində, APİ-nin və onları orada yerləşdirdilər. Pedaqoji müəllimlər məktəbi vardı. Pedaqoji müəllim texnikum vardı. 1948-ci ildə o dövrdə xanlara köçürdülər. Yəni bütün elə ki o müəllim kollektivi sastavla bir yerdə. Yəni bunlarla onlar həmişə çalışırdılar ki, İrəvanda ziyalılar qalmasın. Hətta belə bir araşdırma aparanda baxırsan görürsən, məktəbdə 4-5 dənə erməni müəllimləri qoyuldular. Azərbaycanlılar ola-ola erməni müəllimləri nə öyrədə bilər? İnsan, təbii ki, onlar hər bir şeyi yanlış deyəcəkdilər, tarixi yanlış bildirəcəkdilər. Yəni buna yenə bax, 1953-cü ildəki Stalinin öləndən sonraki o deportasiyanın qanunu dayandırıldı və onda bir qərar belə verildi, kim istəyirsə öz torpaqlarına qayıda bilər. Bu səbəbdən də bir çoxları qayıtdılar. Mən əsas öz müəllimlərimin barəsində deyə bilərəm ki, onları qeyd eləmək istəyərdim. Çox böyük Nəcibə müəllimə, Süleymanova Nəcibə müəllimə, Mirzəyevə Süsən müəllimə, Süleymanov Adil müəllim, o dövrdə sonra Zeynəb müəllimə olubdu, ondan sonra orada olubdu, Həsən müəllimi dedim, kimya müəllimi olubdu. Yəni müəllimlərimiz çox, olan fədakarlığı da ona baxmayaraq, onlar yenə də öz bilik bacarıqlarını şagirdlərə yedir. Təsəvvür edin ki, gəlin indi mən biraz şəkillərdən biraz uzaqlaşdım, fikrimi bir balaca tarix keçmişimizə yönəltdik. Amma mən çox yaxşı olardı ki, şəkillər əsasında daha düzgün məlumat versən daha yaxşı olardı. Bax, siz baxın, bu Firdovsi, məşhur Firdovsi küçəsi oldu. Biz bilirdik ki, orada 3-4 məhəllələr olub. Şəhər 2 hissəyə bölünüb. Bir olubdu qala daxili, İrəvan. Bir də var qaladan xaric. Xaricdə də, yəni qaladan kənarda olan şəhər. O şəhərdə 3 məhəllədən ibarət olubdu. Təpəbaşı məhəlləsi olub, Gedərçay məhəlləsi olub, yəni eyni zamanda orada Dəmirbulaq məhəlləsi olub. Orada məhəllələr çox olub, hətta Toxmaqgöl özünü və belə bir Toxmaqgöl yeri də olubdu. İrəvan həmişə sayılıb bağlar ölkəsi. İrəvanda olub dərə bağları, dəlmə bağları, Sərdar bağı olubdu, Xan bağı olubdu, Yoncalı bağlar olubdu, onlar güllü bağlar olubdu. Yəni orada hamı bilir ki, ən azı 8 məscid olubdu. Sərdar məscidi, Şəhər məscidi, Təpəbaşı məscidi, Kətirli məscid, Dəmirbulaq məscidi və eyni zamanda Kətirli məscid deyilirdi. Göy məscid vardı. Bu məscidlərin hamısını dağda müəyyən özləri üçün uydurmalar əsasında o məscidlərin hamısını söküb dağıdırdılar. Yalnız 1988-ci ilə qədər bir göy məscid qalmışdı, hansı ki onu muzey eləmişdilər, Allah ki fəaliyyət göstərmirdilər, muzey adı altında qoymurdular. Yalnız bir dənə Dəmirbulaq məscidi vardı, hansı ki orada yaşayan Azərbaycanlılar ora gedib məsciddə namaz qılırdılar. O dövrdə, yəni o məhrəmlik dövrlərini keçirir. Yəni bu çətinliklərə, bu mənəvi sıxıntılara baxmayaraq, orada yaşayan Azərbaycanlılar öz mədəniyyətini qoruyub saxlaya bilir. Bir adam deyə bilməz ki, İrəvan xanlığının, İrəvan bölgəsində hər hansı bir erməni kökü olan bir erməni məhəlləsi deyilsin. Yaxud kökü olan bir erməni ziyalısının adını çəksin. Olmuyor peş vaxt. Elə bu səbəbdən də onlar o, necə deyirlər, o ziyalıları elə sıxışdırıblar ki, kimlərini planlı sürətdə repressiya ediblər, kimlərinə iş verməməklə, hərənin çünki Sovet hakimiyyət dövründə açıq bunu biruzə verə bilmirdilər. Vəzifə nədir? Vəzifə, mən oxuyub qutarmışamsa, tutaq ki, mühəndisliyi, mən qayıdaram, mənə iş vermir. Çünki istəmirdi ki, bir mühəndisin əlinin altında bir-iki dənə erməni işləyə bilər.
Yəni o məqsədlə də hamını sıxışdırırdılar. Təbii ki, 1988-ci ildə o necə deyirlər, şəhərin özündə məktəblərin sayı, mən misal 1966-cı ildə məktəbdə oxuyanda 40 nəfər şagird vardısa, 1900 qardaşım 85-ci ildə qutaranda 6 nəfər şagird olmuş sinifdə. Bax belə, yəni bu çətinliklər olur. Ona görə də bu planlı sürətdə indi də davam edir. O bəxtim, indi bu şəkli mən göstərmək istərdim, biraz gec göstərdim. Təsəvvür edin ki, bu şəkil, bax bu şəkil 1924-cü ilə qədər bu ev dururdu. Bax bu ev həmin evdir. Bir də Firdovsi küçəsi üst tərəfdəndir, bu biri isə onun arxa tərəfdən olan şəklidir. Mən bu evdə dünyaya gəlmişim. 2024-cü ildə bu evi yerlə yeksan etdilər. Və ona misallar hardan? Google-dan daxil olmaq şərti ilə əvvəl görün, ətrafını hamısını təmizləyiblər, bu qalmışdı. Və 2024-cü ilin yay dövründə bu evdə yerlə yeksan edilir. Bu ev bəy evi olubdu. Orada mənim yadıma gəlir, mənim anam rəhmətli danışardı, deyərdi ki, onun nənəsi, anası da adıdır. Bu evə gəlin gəlib. Güzgülü ev idi. Yəni, tavana baxırdınsa, bütün hamısı güzgüdən ibarət idi. Yəni, onlar heç vaxt istəməyiblər ki, tarixə aid olan, yəni Azərbaycanlılara xas olan hər hansı bir iz qalsın. Ona görə də hamısı. Təsəvvür edin ki, bu şəkil həmin bu ilin yerini keçən yayda yerlə yeksan ediblər. Google-dan çəkilən şəkildir. Bu İrəvanın göydən, yuxarıdan çəkilən şəkil. Bu bizim Firdovsi küçəsidir. Bu yaşıllıq ki görürsünüz, buradan Gedər çayı axırdı. Yəni şəhərin o baş tərəfindən düz axıra, şəhərin axırına. Gedər çayının üstünü götürüb, örtüb, yaşıllıq ediblər. Bu kilsə görürsünüz bu şəkildə. Bu kilsə deməli yerində olubdu Dəmirbulaq məscidi. 88-ci ilə qədər olub. Onu 88-ci ildə yandırdılar. Sonra yerlə yeksan edib yerində məsciddə kilsə tikiblər özləri üçün. Yəni izi itiriblər. Olan qalan izlərdən. Bu isə şəkildə burada həmin Sergey Mironoviç Kirov adına və yaxud da ki, indi adlanan bir Mirzə Fətəli Axundov adına 9 nömrəli orta məktəb. Yeganə orta məktəb bu. O məktəbin direktorları olub məşhur deməli Abdullayev Rəziyə müəllimə, Fərəcov Sadıq müəllim, olubdur Məmmədov Məmməd müəllim olub, olub axırıncı, sonuncu məktəb direktoru Süleymanov Adil müəllim olubdur. Adil müəllim də həmin məktəbin məzunu olubdur. Təsəvvür edin. Gəlib 45-48-ci illərdə oxuyub, daha doğrusu Yerevanda oxuyub, bağlanıb, Bakıda, APİN-də davam edib, yəni diplom alandan sonra, ondan sonra yenidən qayıdıb həmin məktəbə müəllimlik edibdir. Yəni bu müəllimlərin sayəsində o məktəblər 88-ci ilə qədər, yəni onlar fəaliyyətini göstərə biliblər. Burada mən yenə bir istərdim öz ailəm haqqında, Həsən müəllim haqqında demək istəyərəm. Bu Həsən müəllimin o çətinliklərinə, yəni ailə çətinliklərinə, o dövrün çətinliklərinə baxmayaraq, o evladlarını hamısını ali təhsilli edib. Onun evladlarından təsəvvür edin ki, onun böyük qızı o dövrün 38-42-ci illərdə həkimliyi qutarıb ermənicə, həkimliyi qutarıb, ondan sonra bir müddət işləndən sonra Bakıya köçüb. Onun bu qızı, bir qızı 55-ci ildə həmin Kirov məktəbini qızıl medalla bitirib. İlk inşaatçılardan olubdur 55-ci ildə Bakı şəhərində qutarandan sonra Patexniki. 28 yaşında Lenin ordeninə layiq görülmüş bir, yəni mütəxqidat olubdur. Necə deyərlər, inşaatçı olubdur.
Onun bir bacısı yenə həmin məktəbin məzunu olub. Qızıl medalla 1958-ci ildə alıb. O da yenə Politexnik İnstitutunun Bakıda daxil olub. Politexnik İnstitutunu bitirəndən sonra aspiranturaya girib, lakin faciəvi şəkildə belə desək, dünyasını dəyişib. Onun bir qızı 18 yaşında erməni qəsbkarlarının səbəbindən itkin düşüb 44-cü ildə. Yəni itkin bilinməyibdir. Taleyi haqqında heç bir məlumat olmayıb. Onun bir oğlu Ermənistan Politexnik İnstitutunun energetikasını qurtarıb, Ukraynada işləyib və sonradan Bakıya dəvət olunub. Uzun müddət energetika sahəsində bir çox vəzifələrdə çalışıb. Yəni o həm əməkdar energetik olubdur, Paçotnu energetik SSR olubdur. Yəni bir çox mükafatlara layiq görmüş olubdur. Yəni onun evlatlarının hamısı ziyalı olubdur. Bizi bir sual maraqlı. Nə üçün 1945-ci illərdə, 50-ci illərdə, 55-ci illərdə oranı qutaranlar, məktəbi qutaranlar hamısı Bakıya gəlirdi. Çünki bilirdilər ki, qaydanda bunlara yer yoxdur. Bu səbəbdən də bir çoxsu qayıtmırdı. Yalnız orada bir institut vardı, pedaqoji institut, o da yalnız dil ədəbiyyatı idi. Bu da yalnız Qərbi Azərbaycanın bölgələrində olan müəllimlikləri təmin edir. Orada nə qədər müəllim, yəni şəhərin özündə müəllim saxlamaq olardı. İrəvan, yəni İrəvanda yaşayan ziyalılar, orada yaşayan vətəndaşlar mənimlə çox sıxılırdılar. Yəni ola bilərdi ki, tək-tək kimlərəsə vəzifə verərdilər. Bu da o, necə deyərlər, gözdən pərdə açmaqdan ötürü. Amma əsas heç kimə verilmir. Yəni başqa çox şeylər danışır. Bu xatirə, bu yurtdur. Şəxsən mən çox istərdim ki, mən baxmarım, mənim 65 yaşım var. Mən 65 yaşım olmasına baxmarım, mən hər gün İrəvandayam, öz torpağımda, öz evimin qabağında. Baxmayaraq ki, artıq evdən əsər əlamət qalmayıb. Ona görə də, amma yenə də Qərbi Azərbaycanda yaşayan, orada yaşayan insanlar bir ümidlə yaşayırlar. Biz bəlkə də qaydaq. Çünki o yerlər bizim yurdumuzdur, oralar bizim torpaqlarımızdır. Bunu da bədnam qonşularının ücbatından orada yaşayan bütün Azərbaycanlılar 3 dəfə deportasiya etməklə tamamilə orada Azərbaycanlıların kökünü kəsmişdir. Başqa nə deyə bilərəm mən? Çox şeylər danışmaq olar. Çox necə deyərlər? Hətta elə o dövrdə mən indi mənim bəzilərinin taleyi ilə oxuyuram, maraqlanıram. Təsəvvür edin ki, birinin qardaşını 37-ci ildə repressiyalarına salıblar. Bütün nəslində hamısını işdən çıxardırdı. Mahnı idi. Tək bizə ziyalılardan təmin. Çünki ziyalı olan yerdə inkişaf var. Ziyalı olan yerdə mədəniyyət var. Ziyalı olan yerdə dövlətçilik var. Onu da o bəzi, necədir, gözə görünməyən bədnam qonşularımız onların apardığı siyasət idi. Ağsaqqallardan danışanda elə insanlar var ki, hətta 88-ci ildə çıxmaq istəmirdi. Mən o tarixi zaten çox danışmadım. Mənim şəxsən babam gilə hücum ediblər. Mən onları danışa bilərəm. Bax, təsəvvür edin ki, bax, burada bir şəkil vardı. Bu şəkli görürsünüz. 1988-ci ildə mən evi dəyişən vaxtı, mən evimi dəyişib, demək, Yerevana getmişdim. Yatmışdıq mən idim, atam idi, anam idi. Qalanlar hamısı çıxarılmışdı. Çünki orada mitinglər gedirdi, hücum edirdilər. Qonşunun birinin gəlib anama deməyi ki, axşam gecə saat 11-də. Dedilər ki, babangilərin evinə hücum edirdilər. Bax, bu, görürsünüz, bu ağac, bu qapıdır. Qapıdan sonra həyətdir, həyətdən sonra başqa. Atam məni qaçırdı.
Amma erməni məni evinə qoymadı. O vaxt mənim 37 yaşım vardı. 37 yox, mən səhv dedim. 27 yaşımda. 27-28 yaşım vardı mənim. Buraxmadı. Amma sonradan biz bir müddət keçəndən sonra biz gələndə mən gördüm ki, bu evə hücum ediblər. Qapını daşlarla qırıblar, böyük daşlarla. Evə daxil olublar ki, Azərbaycan. Bizə də onlar həmişə türk deyiblər. Bunlar həqiqət biz türkük. Deyir, yox, bizə məlumat veriblər ki, burada türklər yaşayır. Düzdür, bir neçə erməni qadınlarının, yəni imtinasından ki, burada türk yaşamır, ondan sonra dağılıb çıxıb getmişdilər. Amma biz sonradan daxil olandan sonra mən onu gördüm ki, babamın ailəsi, yəni nənəm, oğlu, gəlin, uşaqlar, heç nə hamısı yığışıb bir qapının ağzında gördüm. Yəni o həyəcandan sonra hansı ailə orada qala bilərdi? Kim qala bilərdi? Heç kim. Yəni bu, bilirsiniz, bu yaddaşlardan heç vaxt silinmir və silinməyəcəkdir. Amma biz təbii ki, mən bir misal da çəkmək istəyərdim. Bizim prezidentimizin bir yaxşı sözü var. Biz istəyərik ki, Qərbi Azərbaycanın təbii ki, Göycə mahalı, Zəngəzur mahalı, o tövlərdə çünki Azərbaycanlılar kompakt yaşayıblar. Özü o torpaqları hədiyyə verilibdi Ermənistana. Heç olmasa Qərbi Azərbaycan vətəndaşı öz kimlə qarışıq o torpaqlara qayıda bilək. Təbii ki, mən Yerevanda bizim o evi görə bilməyəcəm. Olar, çünki o artıq yerlə yeksən olunan bir yerdir. Amma xatirələrdə və necə deyirlər, öz bizdən sonra gələn evlatlarımıza, nəsillərimizə. Çünki mən həmişə bir şey demişim, Qərbi Azərbaycan Azərbaycandır. Bu danılmaz bir tarixdir. Onu kimsə danırsa, kimsə onu yad etmirsə, deməli, o Azərbaycan tarixini bilmir. Bax, mən bunu deyə bilərəm. Və mən buradan bir də öz müəllimlərimə, o dövrdə, onların o fədəkarlar. Çünki Azərbaycanlılar yalnız məktəbdə toplaşa bilirdilər. Yəni ki, çoxluq yalnız o məktəbdə yığıla bilirdi. Orada nə idi bu? Axında məktəbi, texnikum idi, bir pedagojiklər. Qalan heç şeydi. Hər an, özdə onlar evləri elə sökürdülər ki, Azərbaycanlılar kompakt bir yerdə olmasın.